biz unutmamalıyıq ki, bu dünyaya Allah Subhanahu wa Taala bizi nə üçün yaradıb, nəyə göndərib. Allah Subhanahu wa Taala buyurur ki: "Və mə xalaqtul cinnə vəl insə illə liya'budun." Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Yəni bizim bura gəlişimizin məqsədimiz, qayəmiz nədir? Allah Taala'ya ibadət etməkdir. Əfə hasibtum annama xalaqnakum abathan və annakum ileynə la turcaun? Yoxsa siz elə güman edirsiniz ki, sizi əbəs yerə yaratdıq və siz heç vaxt bizə qaytarılmayacaqsınız? Fətəaləllahul məlikul haqq. Yəni Allah bundan məlik olan, haqq olan Allah bundan ucadır. Yəni boş-boşuna bir şey etməz. Bir nəsə də edəndə Allah Taala hikmətlə edir. Yəni hikmət var orada. Ona görə bugün biz buradayıq. Bu dünyada möhlət diyarındayıq və fikir ver, insan ola bilər hər hansı bir əməllər işləyir, Allaha ibadət etmir. Yəni dünyavi ruzisi də gəlir. Amma bu demək deyil ki, bu Allah tərəfindən nemətdir. Yəni mükafatdır, onun razılığının göstəricisidir. Yox. Yəni hər bir şeyin sonu var. Haqq hesab günü var. Bu dünyada ola bilər. Yaxşı yaşayasan, hər şey olsun. Amma imanın yoxdursa sənin heç nəyin yoxdur. Çünki əsas olan imandır. İmanla insan dünya və axirət xoşbəxtçiliyinə nail olar. İman yoxdursa, nəyin olursa olsun, milyardların olsun, sənə o fayda verməyəcək. Onlar gedəcək. Gecə-tezə öləcəksən. Çünki ölüm haqdır. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, ləzzətləri parça-parça edən ölümü xatırlayın, tez-tez xatırlayın. Nəsiyyət istəyənə ölümü xatırlamaq yəni yetər. Və heç kəs bilmir harda, nə vaxt, necə, nətər öləcək. Yəni bu nəfəs alıb verir, bir gün o nəfəs gəlməyəcək, gelməyəcək. Və ölüm hər kəsə haqlayacaq. Kullu nəfsin zəiqətul məvt. Hər nəfs ölümü dadacaqdır. Sonra siz deyir, qeybi və aşkarı bilənin huzuruna qaytarılacaqsınız və o da sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir. Yəni zərrə qədər yaxşılıq eləyən əvəzini görəcək, zərrə qədər pislik eləyən də əvəzini görəcək. Fəmən ya'məl mithqalə zərratin xayran yarah və mən ya'məl mithqalə zərratin şərran yarah. Kim zərrə qədər bir yaxşı bir xeyir iş görərsə, əvəzini görəcək. Zərrə qədər şər edən də onun əvəzini görəcəkdir.